Qanun 1. Kölgən heç vaxt hökmdarın üstünə düşməsin. Qanun belə ifadə olunur. Həmişə nail olun ki, rəhbər olanlar yuxarıda özlərini rahat hiss etsinlər. İstedadlarınızı nümayiş etdirməklə onlara yaranmaq ya da özünüz haqqında onlarda təəssürat yaratmaq səylərinizdə həddən artıq uzağa getməyin. Əks təqdirdə özünüzlə bağlı onlara qorxu və tərəddüd aşılamaqla bunun əksini qazanacağınızla risk edərsiniz. Rəislərinizi əslində olduqlarından da parlaq görünməyə məcbur edin və siz hakimiyyətin zirvələrinə çatacaqsınız. Hakimiyyətin açarı. Hər kəsin öz kompleksləri var. Dünyaya çıxanda və istedadlarınızı təqdim edəndə siz paxıllıq, qəbul edilməmək və özünə inamsızlığın digər təzahürləri ilə üzləşirsiniz. Buna hazır olmaq lazımdır. Siz başqalarının hisslərinə aman verməyə çalışa-çalışa yaşaya bilməyəcəksiniz. Ancaq özünüzdən yüksəkdə olanlara münasibətdə isə başqa yanaşma istifadə edilməlidir. Söhbət hakimiyyətdən gedəndə mövqeyinə görə sizdən yüksəkdə duranın üstünə kölgənizi salmaq qalan bütün səhvlərin arasında ola bilsin ən çoxududur. 14-cü Ludovikin ya da Medisinin dövründən həyatın güya bərk dəyişdiyini fikirləşib özünüzü aldatmayın. Yuxarı pillələrdə dayananlar əvvəlki tək krallar və kraliçalardır. Onlar yerlərində özlərini rahat duymaq və ağılları və məlahətləri ilə başqalarından üstün olmaq istəyirlər. Çox kobud, lakin adi yanlışlıq istedadlarınızı və bacarıqlarınızı nümayiş etdirmək və üzə vurmaqla rəislərinizin xoş münasibətini qazanacağınızı hesab etməkdir. O təşəkkür edə bilər, ancaq ilk əlverişli imkan əlinə düşən kimi sizi əvəz edəcək. Sizin qədər ağıllı, sizin qədər parlaq, sizin qədər cəlbedici olmayan bir başqası ilə. Bu qanuna 2 qayda daxildir və onları yadda saxlamaq lazımdır. Birinci, sizdən yüksəkdə duranın üzərinə şuursuz surətdə sadəcə təbii halınızda qalmaqla kölgə salmaq olar. Başqaları ilə müqayisədə yüksək mövqe tutanlar arasında özünə əmin olmayanlar, dəhşətli dərəcədə əmin olmayanlar çoxdur. Siz məlahətiniz və cəlbediciliyiniz, təbiətinizin səciyyəvi cəhətləri ilə onların üzərinə kölgə sala bilərsiniz. İkinci, əgər rəis sizi sevirsə, deməli istədiyiniz hər şey etməkdə sərbəstsiniz fikri heç vaxt ağlınıza gəlməsin. Öz sığallı mövqelərini hökmdarı kölgədə qoymağa icazə kimi qəbul etdikləri üçün hökmdarın lütfündən məhrum edilən favoritlər haqqında çoxlu sayda kitab yazmaq olar. Kölgənizin hökmdarın üzərinə düşməsinin nə qədər təhlükəli olduğunu bilərək, siz bu qanunu öz xeyrinizə çevirə bilərsiniz. Hər şeydən əvvəl rəisinizin qılığına girmək və onun özünə vurğunluğunu üfürüb şişirtmək lazımdır. Açıq qılığa girmək effektiv ola bilər, amma onun hüdudları var. Bu, həddən artıq birbaşa və aşkar yoldur və tabiçilikdə olan digər adamların gözündə pis görünür. Əgər, məsələn, özünüzdən yüksəkdə olandan ağıllısınızsa, bunun əksinin görüntüsünü yaratmağa çalışın. Ona imkan verin özünü sizdən ağıllı göstərə bilsin. Sadəlövhlük təsvir edin. Onun təcrübəsinə möhtac olduğunuzu biruzə verin. Ağır nəticələrə gətirməyəcək və sonradan sizə ziyan vurmayacaq, ancaq kömək üçün ona müraciət etməyinizdə imkan yaradacaq səhvlərə yol verin. Hökmdarların bu cür xahişlər üçün ürəyə gedir. Öz təcrübəsinin ləd-zəvairini sizin üzərinizə yağdırmaq imkanından məhrum olan rəis, bunun əvəzində üstünüzdə kinini və incikliklərini yönəldə bilər. Əgər siz rəhbərlərinizdən daha yaradıcı düşünürsünüzsə, ideyalarınızı onların adına çıxarın. Özü də bunu bacardıqca ictimailəşdirin. Aydın göstərin ki, sizin məsləhətləriniz vur-tut onun məsləhətlərinin əks sədasıdır. Əgər siz onunla müqayisədə təbiətən daha ünsiyyətçil və geniş qəlblisinizsə, çox ciddi göz qoyun ki, rəisinizin parıltısını başqalarının gözündən örtən buluda çevrilməyəsiniz. Sizin bilavasitə rəhbəriniz sanki günəş kimi çıxmalı, qüvvə və əzəmət şüalandırmalı, diqqət mərkəzində olmalıdır. Bütün bu hallarda gücünüzü gizlətmək heç də zəiflik göstərmək demək deyil. Axı nəticədə bu hakimiyyət aparır. Başqalarının özünə inamsızlığının qurbanı olmaq əvəzinə onlara sizi kölgədə qoymaq imkanı verməklə situasiyanı əlinizdə saxlamaqda davam edirsiniz. Daha yüksək pilləyə qalxmaq vaxtınız çatan gün bunların hamısı işə yarayacaq. Əgər siz hökmdara başqalarının gözündə parlamağa kömək edərsinizsə, siz onun üçün həqiqətən də tanrı bəxşişisiniz və sizi dərhal yüksəltmək lazım gələcək. Obraz. Göydə ulduzlar. Göydə yalnız bir günəş ola bilər. Günəşin işığının qabağını heç vaxt tutma
və işıq mənbəyinin parıltısı ilə rəqabət aparma. Solğunlaşmaq, göy qübbəsini tərk etmək və özündən yüksəkdə duranın şüalarını daha gür etməyin üsullarını tapmaq daha yaxşıdır. Nüfuzlu rəy. Çalış ki, cənabının qarşısını öz kölgənlə tutmayasan. İstənilən şəkildə üstünlük nifrətə layiqdir. Amma vassalın öz knyazı üzərində üstənliyi sadəcə axmaqlıq deyil, bu ölümcüldür. Bu göydəki ulduzların bizə verdiyi dərsdir. Onlar ola bilsin günəş kimidirlər və elə onun kimi də parlayırlar. Lakin heç vaxt onunla birlikdə ortaya çıxmırlar.